19 Arseni Dauda, 9 Dilen Hakimi, 32 Elgün Dünyamaliyev Cəbrayili meydana məşqçi Tariq Qasımov çıxarıb. Və Kamran Əliyevin final fiti ilə Mingəçevir Cəbrayil matçı başladı. Kalunga yaxşı paslaşlar. Samirin zərbəsi top aralı keçdi. Məhəmməd Səfərov. İsa'nın tərziyi var. Məhəmməd irəliyir. Məhəmməd yıxıldı. Hakim penaltı nöqtəsini göstərdi. 11 metrlik cərmə zərbəsi qazandı Mingəçevir. Kamran Əliyev tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi. İşarə verildi. Samir Abdullayev. Samirin zərbəsi gol! Cəbrayil geridədir. Dilen Hakimi mərkəzdən oyuna başladı. Cəbrayil komandası. Samir yayındı bu dəfə də uzaq məsafədən zərbə. Yenə sağ ayağı ilə. Məhəmməd, texnikalı sürətli futbolçu Məhəmməd yayındı. Məhəmməd ötürmə mərkəzə. Zərbə indirə bilmədi Qurban. Məhəmməd cərmə meydançasındadır. Məhəmməd yerlə mərkəzə qapıya zərbə. Müdafiəçiyə dəydi. Bəxti gətirdi burada Cəbrailin. İşarə verildi Vüsal Əskərov. Vüsaldan qapıya elə Ramiz Məmmədov bunu demişdi ona. Vüsal Əskərov. Sağda boşluq var. Samir Abdullayev. Samir. Sol ayaqla yaxşı zərbələr var. Samir sağla zərbə indirdi. Qapçı Fərman Bayramov. Qurban Səfərov. Boşluq tapdılar. Kenneth Kalunga. Kalunga'nın zərbəsi. Top dirəkdən qayıtdı. Qurban tamamladı. Qurban Səfərov. Mingəçevirin ikinci qolu. Qurban Səfərov. Kalunga'nın da mütləq qeyd etməliyik. Onlar oldu. Qapçı Fərman inamsız oynadı. Yaxın küncə vurulan topa reaksiya verə bilmədi. Fərman Bayramov və dirəkdən qayıdan topu Qurban Səfərov qapıdan keçirdi. Qurban Səfərov. İşarə verildi. Sadiq Hüseynli. Sadiqin qüvvətli zərbəsi top qapıdan yan keçdi. Hakimi çevrildi. Hakimi qapıya vuracaq. Orxan Sadıqlı yaxşı mövqe seçmişdi. Kenneth Kalunga. Talih Qarayev. Talih irəliyir. Talih zərbəsi top qapçının üzərinə gəldi. Fərman Bayramov. Əşrəf Zeynallı. Hakimi. Balamirzənin zərbəsi top qapının üstündən keçdi. Yaxşı hücum idi. Fuat. Bu da Kamran Əliyevin final fiti. Mingəçevir Cəbrayil üzərində 2-0 hesabı ilə qələbə qazanır.